İkinci hissədən sizləri salamlayıram. Mən şəxsən Seydər Hüseyni. İlk hissədə Neftçi və Flaqman komandasını qarşı durmasında qolsuz bərabərliyi var. Və artıq ikinci hissənin start fiti səsləndirilib. Bir də hər iki komandalara uğurlar arzulayırıq növbəti hissədə. İmran Seyid Muxtarlı, Yusuf Səfərzadə Türmə solcuna çatmadı ünvanına. Out Flaqman. Neftçi komandasının heyətində dəyişikliklər olur. Kamil İmamquliyev meydana daxil olur. Qalkiper Fatih Camalovun yerinə təbii ki Atanur Əliyevi görürük. Meydanda Eldar Tarverdiyev də həmçinin. Onları da meydana atılır. Mübarizəyə atılır. Həmçinin flaqmanların heyətində də Osman Vəliyevi görürük meydanda. Ədalət Azadə birbaşa qapıya doğru zərbə, top qapının üzərinə keçir. Kamil. Onu bildim. Atanur Əliyev. Yenidən Atanur qarşıladı. Sənan Məmmədov. Yusif. Sənan Məmmədovun zərbəsi və gol! Gözlənilməz anda Sənan Məmmədov Neftçi komandasına 5 nömrəsi topu uzaq 9-luğa göndərir. Artıq hesab açılır maçda nəhayət ikinci hissə başlar-başlamaz. Neftçi 1, Flaqman 0. Ədalət. Gözəl hərəkətlər Ədalətdən ötürmə. İmran out qazandırır. Tanırdan mərkəzə. Yenə də Atanur. Sənan. Türmə solcuna Yusuf Səfərzadə. Ədalət Acızadə sürüşmə fəndi ilə hücuma qarşısını aldı. Sənan Məmmədov. Alt flaqmanların lehine qərar verilir. Eldar Tarverdiyev, sağsına Seyid Muxtarlı, Atanur Əliyev və Fərəzliyə qarşı qayda pozulur. Yusif blok qoyuldu. Yenə də Yusuf Mustafalı. Türmə Ədalət. Atanur Əliyev bir ekmini geridə qoyur. Pauz edir. Geriyə doğru ötürmə Seyid Muxtarlı. Yenə də Atanur Əliyev. İkili kombinasiyasını yaxşı almışdı. Bir Fərəzli bir ekmini geridə qoydu. Mərkəzdə Fərəzli. Seyid Muxtarlı birbaşa qapıya doğru zərbə. Arxa dirəkdən top geri döndü. Atanur Əliyev top meydanda saxlayır.
top məsələ hakim bildirir. Atanların özündə meydanı tərk edib. Eldar Sənanla oynayır. Fərəzli 2 nəfərin əhatəsindədir. Atanur arzu olmaz fitlə rəqibini geridə qoymuşdu. Ötürmə Yusuf Səfərzadə və Rafael Balovlanov. Bravo. Atanur Əliyevlə Yusuf Səfərzadənin bu ikili kombinasiyası da yaxşı almışdı. Rafael Balovlanovdan da layiqli cavab gəlir. Eldar Tarverdiyev qayda pozuntusuyla ancaq qarşısını ala bildilər. Eldar Türmə qarşılandı. İbrahim Sənan pressing tətbiq edilər Sənan Məmmədova. Pressing əslində öz bəhrəsini vermişdi. Atanur Əliyev ötürmə gəlir Yusif. Qalkiper daha bir zərbə və gol! Yusif Səfərzadə qaydan topu torla qovuşturmağı bacarır. 2-0. Neftçi 2, Flaqman 0. Hesab fərqini 2 topa çatdırır. Neftçi komandasına maestrosu 8 nömrəsi Yusuf Səfərzadə. Atanur Əliyev pauza edir. Gözəl hərəkətlər Atanurdan. Amansız mübarizə var. 2 rəqibə qarşı Atanur Əliyev və Yusuf Mustafalı da əzimkar mübarizə aparır, topu qazanır. Lakin rəqibləri deyil də özü topu meydandan kənarlaşdırdı. Öz-özünə qarşısını almış oldu. Atanur Osman Fəriyev qarşılandı. Rafael Balovlanov vaxtında müdaxilə edir. Eldar Tarverdiyev bir rəqibini geridə qoyur. Sol cana doğru ötürünmə. Bravo Rəşidova çatmadı. Ədalətlə mərkəzə doğru Atanur. Yaxanlar gözəl ötürmə. Bravo Rəşidov. Eldar Tarverdiyev içəriyə doğru bir asma gəlir. Atanur Əliyev bir toxunuşuyla topu torla qovuşdura bilər də çatdıra bilmədi özünü. Səyid rəqiblərini bir-bir geridə qoyur. İçəriyə doğru ötürmə gəlir. Yenə də toxunuş edə bilmədilər. Məhəmməd Rəhimli ona qarşı qayda pozulub. İbrahim Namazov tərəfindən. Standart vəziyyəti Məhəmməd Rəhimli yerinə yetirəcək. Topun gerisində də yaxınlaşır. Zərbə endirir. Qapı dirəyindən top geri dönür. Eldar müdafiə arxasında gözəl ötürmə. Atanur Əliyev gol! Bu mükəmməl ötürməni Eldar Tarverdiyev tərəfindən bu gözəl ötürməni layiqli şəkildə yerinə yetirir. Torla qovuşturur komandanın 7 nömrəsi Atanur Əliyev.
Hesab fərqini 3 topa qaldırır. Fəsail. Səyid Muxtarlı. Fəsail Əlizadə. Raul Rəşidov istiqamətində, lakin Rafael Baloğlan özünü çatdırır. Fəsail. Solzuna Eldar. İçəriyə doğru bir asma gəlir. Atanur Əliyev. Top çətinliyə də olsa meydanda saxlayır. Və son toxunuş Atanur'un özündən olur. Yeniden Atanur. Solzuna Cəqan ötürmə Eldar. Şalın dəstini ötürməsi Atanur'un. Eldar bir rəqini gerdə qoyur, ötürmə keçmədi. Eldar Tarverdiyev 2 nəfərin atəsindən topu qazanır. Atanur Əliyev gol! Dubul gəlir. Atanur Əliyevdən dubul gəlir. Özünün ikinci komandasının isə 4-cü qoluna imza atır. Əlinə düşən fürsətləri Atanur Əliyev hələ ki maksimum dərəcədə düzgün yerinə yetirib. Sağa sola xərcləməyib. Mustafalı Atanur pressing tətbiq edir. Eldar. O da hücuma çox atılır. Eldar Tarverdiyev fərqlənmək istəyir. Səyid Muxtarlı top meydanı tərk edir. Alt flagman. Ədalət Hacızadənin zərbəsi qeyri-dəqiq olur. Fəsail. Solzuna Eldar. Zərbə. Əslində bu ötürməkdir. Bir də zərbə xarakterli ötürməkdir. Çox təhlükəli ötürməkdir. Şimdi bir toxunuş lazım idi. Toxunuş edən olmalı. Bravo İbrahim. Son anda top meydanına kənarlaşdırır. Səyid. Raul Rəşidov. Əksüm Şah Neftçi komandasına ara ötürməsi gözəl şəkildə alınır. Lakin Fatih Camalov qarşıladı. Səyid Muxtarlı. Sağ olsun Atanur Əliyev. Mərkəzdə Fəsail. Eldar Tarverdiyev. Out qazandırdı komandası üçün. İbrahim Namazov yenə Eldar. Türməni Ədalət Hacızadə qarşıladı. Gün zərbəsi yerinə yetiriləcək. Neftçi komandası tərəfindən Eldar Tarverdiyev topun gerisindədir. Türmə gəlir. Raul Rəşidov gol! Öz sevincini, formasını çıxardaraq bildirir. Bu güc, bu qüvvə məndədir. Bu güc və bu qüvvənin sahibiyəm. Hər oyunda fərqlənərək bunu da sübut edirəm deyir Raul Rəşidov.
Təhlükəli zərbə Osman Vəliyevdən top qapının üzərindən keçir. Fərəzli zərbəsi qeyri-dəqiq alındı. Səyid Muxtarlı Əşrəf Kərimov qarşılayır. Osman Vəliyev, Eldar, diaqonal gözə ötürmə Atanur Əliyev ağıl oynayır, geriyə çəkilir. Bir rəqibini də geridə qoydu. Mərkəzə doğru ötürmə Fəzali Əlizadə, Solcuna Eldar Tarverdiyev, Raul Rəşidov, Eldardan təhlükəli zərbə arxa dirəkdən top geri dönür. Sənan Məmmədov Fərəzli pressing tətbiq edir. İmranın zərbəsi qeyri-dəqiq alındı. Atanur yenə mərkəzə Fəzail, Raul Rəşidov çəkir sağ ayağına, qüvvətli zərbə Fatih Camalov yerindədir. Dabiqin zərbəsi Eldar. Yeniden ikinciden zərbə yerinə yetiriləcək Neftçi komandası tərəfindən. Eldar Tarverdiyev gözəl hərəkətlər, Eldardan yaxın gücə zərbə Fatih Camalov. İmkan vermədi, yaxın gücü yaxşı bağlamışdı. Yan xəttən Ədalət Hacızadə topu meydana daxil edir. İçəri doğru bir asma gəlir. Topun şeydən olmalı. Rauf Məhməd Rəhimli qarşılayır. Hakim davam deyildi bu epizodda. Osman Vəliyev sağ sınatda sürətlə irəliyir, içəriyə doğru ötürmə. Toxunuş edən rəqibləri olur. Və out. Osman Vəliyev blok qoyuldu. Ədalət Hacızadə. Osman Vəliyevin zərbəsini yenidən blok qoyulur. Və bu dəfəki zərbəsi qeyri-dəqiq oldu. Sənan Məmmədov. Keçmədə ötürməsi. Atanur geriyə çəkilir. Fərəzlidən pressing tətbiq olunur. Heç olmazsa və əl oyuna işarət olunur. Fərəzlinin əlinə top dəymişdi. Ədalət Hacızadə qarşılayır ötürməni. Emir Fərəzli. Əkrəm Kərimov.
İçeriye doğru ötürmə gəlir. İmran out kazandırdı. Son saniyələrdir. Şərəm Kərimov digər cinahdan top meydanı tərk edir. İki də son hücum və ya top meydana daxil olduqdan sonra oyunu sonlandıra bilər hakim. Fərəcli bir əqini gerdə qoydu. Ötürmə gəlir içəriyə doğru. Zərbə endirməli az beş olmasa o qollardan birinin əvəzi çıxılsa. Daha bir out flagmanların lehinə. Asma gəldi içəriyə. Ədalət başla zərbəsinə blok qoyuldu. Məhəmməd Rəhimli. Atanur. Keçmədə ötürməsi. Yenə Əkrəm. Ədalətdən içəriyə doğru bir asma. Və beləliklə maç yekunlaşır. Neftçi komandası bu maçda qalib tərəf olur. Biz də reportajımızı sona çatdırırıq. Sizinlə mən idim şəxsinə Heydər Hüseynli. Növbəti oyunlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.